Salam, hər vaxtınız xeyir olsun əziz futbol azarkeşləri. Dəyərli Xəzər Futbol Liqasının izləyiciləri, Yeni Suraxanı stadionu. Xəzər Futbol Liqası üçün özəl xüsusi turnir günün son qarşılaşması Bakı Flames və Strafor Kəsim komandaları üzləşir. Meydana sağ tərəfdə qara geyimdə, biz Strafor Kəsimi sol tərəfdə. Qırmızı üst geyimdə isə Bakı Flames'i görür bir qədər də heyətlər barəsində bəhs zamansı ki, Strafor Kəsimdə qapıda Hidayət Əkbərov müdafiədə. Orxan Dadaşov, Elşən Ağməmmədov mərkəzə. Elçin mübarizə aparacaq, Elçin Abdullayev. Hücumda isə Kənan Nağıyevlə birgə Zaur Ağayevi görəcək. Digər tərəfdə Bakı Flames'də qapıda Polad Mirzəyev hər zaman olduğu kimi müdafiədə Sərxan Zülfüqarovla birgə Orxan Ağazadə. Mərkəzdə oyun qurucu mövqedə biz izləyəcəyik Ayxan Əlizadəni. Hücumda Nihat Yusifzadə ilə birgə mübarizə aparacaq Nəriman Məmmədov. Təbii ki, irəliləyən dəqiqələrdə potensial əvəzetmələrdən də bəhs edəcək. Texnik zonda kifayət qədər oyunçu var. Oyun bəli, indi başlayır. İndirilən zərbə Mirzəyev yerindədir. Kənanın zərbəsi idi bu. Qapıya ilk zərbədir. Bir daha qeyd edirəm, Yeni Suraxanı stadionunda Xəzər Futbol Liqasının üçün özəl xüsusi turnir qrup oyunları çərçivəsində bu görüşdə Strafor Kəsim və Bakı Flames komandaları üz-üzədir. Qarşılaşma yeni başlayıb, hələ ki qolsuz bərabərlik var. Ekranımızı bəyənək, paylaşaq, zəhmət olmasa öncədən minnətdarlığımı bildirəm. Yayın boyda aşağıda adlarınızı görəcəm bəyənənlər. Suallarınız olduqca da çəkinmədən yaza bilərsiniz. Mən də hər birini cavablandırmağa hazıram. Nəriman Məmmədov, qarşısında Al Məmmədov var idi. Nəriman bir qədər ayaq saxladı. Sərxan. Ayxan Əlizadə. Ayxan. Zərbə imkanı itirdi. Günün ilk qarşılaşması 20:00-da baş tutdu. Bunu xatırladaq. Dadmalı və 44 DS komandaları üz-üzə gəldilər. Dadmalı 2-1 hesab ilə qələbə qazandı. Bugün ayrılan 2 görüş var idi. 20:00 və 23:00. Məsələ bu oyun. Sabah isə bu arenda bu meydanda yeni mövsümün, yeni sezon 13-cü sezonun 4 maraqlı görüşü var. 20:00-da açılış oyunundan turnir start götürəcək. Sərxan zərbə ilçin. Özü sipər edir, zərbənin qarşısını kəsməyi bacardı. Yeni Suraxanı stadionu. Zaur, cinayət dəyişmək istədalanmadı. Ekranımızı niyə bəyənmirik? 450 nəfərdən 300 nəfərə düşmüşük. Bəyənə zəhmət olmasa sual ünvanladığımız kimi bəyənməyi də unutmayın. Orxan Ağazadə ara ötürməsi. Tək toxunuşlu və zərbə. Nərimanın ifasındaydı, alınmadı. Minnətlərə var olun. Artıq aşağıda adarınızı görən bəyənənlər. Orxan Dadaşov kifayət qədər templi başladı oyun. İlk dəqiqələr adətən təmkinli, risksiz və kəşfiyyat xarakterli keçir. Sabah topçuların oyunu var mı? Aydın. Sabah topçuların oyunu var. Topçular. Sabah yoxdur. Həftənin 4-cü günü. Topçular mübarizə aparacaq. 2 nəfərdən ibarət canlı set. Nəriman topun arxasında. Məmmədov. Türk həmkarımın dediyi kimi zərbə hazırlığının yanında sönük qaldı. Orxan. Elşən Ağməmmədov. Orada Zaur özünü bir qədər göstərdi. Al Məmmədov Zaura doğru ötürmə. Ağayev çevirməsi Polad Mirzəyev yerindədir. Bütün dəqiqələr ərzində hələ ki qapçılar qapısını toxunulmaz saxlamağı bacarıb. Hələ ki keçid vermirlər. Tilsim qırıldıqdan sonra, qapının kilidi açıldıqdan sonra daha tepləmdə daha məhsuldar bir oyun izləyə bilər. Elçin Abdullayev. Nihat Yusifzadə orada rəqibini qabaqlayır. Out. Strafor Kəsimin bir qədər də potensial əvəzetmələrdən bəhs zamansı ki Strafor Kəsimdən başlayacaq, amma bu əmlədən sonra Kənan Ağayev
Ədalət təmsil korneri işarə edir. Topun son olaraq Orxanla meydan tərk etdiyini qeyd etdi. Kənan Ağayev cərbə meydançası səndəvərində də 3 oyuncu gördüm və korner düzgün yerinə yetirilmədiyi üçün qapıdan zərbə. Bir xatırlatma edək, həm turnirə yeni qatılacaq komandalar üçün, həm də məhz fərd olaraq bu arenda, bu meydanda, bu turnirdə yeni çıxış edəcək oyuncular üçün ki, yan xəttə top hərəkətliyi qazanan zaman bu arada Kənan Ağayev söndüz zərbə indirdi. Müqamətini itirsə də zərbə indirməyi bacarır. Üst sorlara sancır topu. Tilsim qırıldı, qapının kilidi açıldı. 1-0. Yeni Suraxanı stadionunda, bu arenada, bu meydanda artıq strafor kəsib öndədir. Bu isə Bakı Flames'in aperant cavabı, amma nəticə hasil olmadı. Fikrimi tamamlasam, yaxədən top hərəkətliyi qazanan zaman xəttin ön istiqaməti top hərəkətləndirmək olar. Amma küsən zərbə zamanı, korner zamanı top tam olaraq korner xəttinə toxunmalıdır. Əks təqdirdə bu epizod olduğu kimi qapıdan zərbə təyin olunur. Sərxanın zərbəsi idi. Zülfüqarov zərbə indirdi. Dəqiqlərin əhatəsindən Hidayət Əkbərov kesit yoxdur dedi. İndi bir qədər hücumlarının sayını, hücumlarının kəsərlərini artırmaq istəyəcək. Məhz Bakı Flames tərəfi güllələr görəyim. Qol vurmağı bacaracaqmı? Rəqibə cavab verməyə bacaracaqlarmı? Kənan Ağayev. Orxan Dadaşov geri ötürmə Elçin Abdullayev. Çinə doğru ötürməm. Zahir Ağayev. Topu bir qədər özünə irəli buraxır. Ayxan Əlizadə orada pressing edir. Zaur yayındı. Nağıyev bu səfər alınmadı. Ədalət təmsil qayda pozuntusu qeyd aldı. Sadəcə üstünlük prinsipinə əməl olunmuşdu. Üstünlükdə üçün cərimə zərbəsi yerinə yetirilməlidir. Fəqan Kərimov bu epizodda ədaləti bərqərar edir. Məhz indi standart vəziyyətlə. Hesab 1-0'dır. Strafor kəsim minimal hesabla öndədir. Elçin Abdullayev topun arxasınca yollandı. Məhz duran top şansını o yerinə yetirəcək. Cərimə meydansız daxilində 2 komanda yolaşı var. Burada Zahra mane olmağa bacardılar. Out. Elçin Abdullayev. Orada Kənan Ağayevə çatmadı. Zahra Ağayev. Sərxan təqib edirdi. Geri ötürmə. Meydana sağ tərəfdə strafor kəsim, sol tərəfdə Bakı Flames çıxış edir. Kənan Ağayev meydandakı yeganə qolun müəllifi. Nağıyev, Alməmmədov, Elşən Alməmmədov. Aleyküm əssalam, xoş gördük. 250 nəfərik ekran bəyənməmiz yalnız və yalnız 2000'dir. Onu 10.000 edək, zəhmət olmasa bəyənə və paylaşaq. Var olun, minnətdarım. Artıq aşağıda darğız görən bəyənənlər bir qədər təkan, yayımız daha çox külə qarşısın, daha çox şəxs izləsin deyib. Suallarınız olduqca da çəkinmədən yaza bilərsiniz. Mən də hər birini cavablandırmağım hazıram. Orxan Ağazadə, Sərxan Zülfüqarov, Nihat. Orada Kənan Ağayevin təzyiqi var. Nihat ayaqda qaldı, yıxılmadı. Orxan, Fəqan Kərimov qalxdır, qayda pozuntusu qeydə almadı. Endirilən zərbə, Nəriman. Nağayev yerdə qalmışdı, indi Fəqan Kərimov bunun ayağa qalxmasını gözləyir. Mən də sizinlə müəllim. Yeni Suraxanı stadionda Xəzər Futbol Liqası üçlü özəl xüsusi turnir qrup oyunları və bu görüşdə Bakı Flames strafor kəsimlə üzləşir. Straforun minimal hesablı üstünlüyü var. 1-0'lık üstünlüyü var. Güllələr önündə. Mən də sizinlə iftixar edirəm. Top hərəkətdə. Out rəqibin. Kənan Ağayev zərbə edirə bilər. Orxan qarşıladı. Elçin Abdullayev. Yegana doğru ötürmə Sərxan. Orada qayda pozulmuşdu. Fəqan Kərimov görmədi. Nağayev.
Ağazadə. Nihat Yusifzadə. Sərxan. Nəriman Orxan var öndə. Nəriman Məmmədov çönmək istədi. Bu qarşı kəsilir. Korner. Tələskəli özü ilə birlikdə top itkisi gətirir. Korner düzgün yerinə yetirilmədi. Hidayət Əkbərov. Elşəlal Məmmədov. Zaur sağ cəhət həmlə qurulmalıdır. Bir qədər ayaq saxladı. Səmti dəyişmək olar. Düşüncə yaxşı. Ötürmə uğurla alınmadı. Ötürmədən xəbərdar olan oyuncu Ayxan Əlizadə edib. Ayxan yerdə qalıb Peyğan Kərimov. Qalx deyil Al Məmmədov. Al Məmmədov. Polad Mirzəyev. Havada süzüldü. Sağ olun müəllim, var olun, minnətdarım. Real goldan Polad Mirzəyev xilas edir komandasını. Korner düzgün yerinə yetirilmir. Oyuncular daha diqqətli olmalıdır bu cəhətdə. Orxan Ağazadə. Sərxan Zülfüqarov. Hidayət yerindədir. Hidayət Əkbərov yerdə qaldı. Bu qayda pozuntusudur. Cərmə meydançası daxilində qapıcı toxunulmazdı. Peyğan Kərimovun görə qərar nə yəndə olacaq? Ədaləti bərqərar edə biləcəkmi? Bu arada Hidayət Əkbərov yerdə qalıb. Meydanın sağ tərəfdə qara yerində Strafor Kəsim, sol tərəfdə qırmızı üst geyimdə isə Bakı Flames çıxış edir və Straforun minimal hesablı üstünlüyü var. Hidayət Əkbərov ağrılar içində yerdə qalmışdı. Orada rəqibi topa çatmaq istərkən səhv etməmsə Hidayətin üz nahiyəsinə toxunuş edir. Yeni Suraxanı stadionu. Xəzər Futbol Liqası üçlü özəl xüsusi turnirdir. Qrup oyunları çərçivəsində Strafor Kəsim və Bakı Flames komandaları üzləşir. Kənan Ağayev meydandakı yeganə qolun müəllifidir. Ayxan Əlizadə. Sol ayaqla zərbə uzaq küncə dəf edə bilmədi. 1-1 hesab bərabərləşir. Kartlar yenidən paylanır meydanda. Strafor Kəsim 1. Güllələr 1. Elşən Al Məmmədov. Kənan Ağayev görüşdə tilsim qırmışdı. Yeri gəlmişim xatırladaq. Ayxan Əlizadə isə bərabərlik qolunun müəllifi olub. Hidayət Əkbərov göz gəzirdə görə kiminlə oynayacaq? Bu arada Strafor nəhayətində bir əvəz etmə var. Kapitan İlqar Əliyev meydandadır. Məkandan tanıdığımız məkanın sabiq kapitanlarından Ateş Kunya ləqəbli İlqar Əliyev. Nağıyev. Yeni Suraxanı stadionu. Ekranımızı bəyənək zəhmət olmasa, bax yenidən unutunursunuz bəyənməyi, yayım aşağı düşün. Bir qədər təkan, sual ünvanladığımız kimi ekranda bəyənirik dostlar, qardaşlarım. Zəhmət olmasa. 3800'de biz onu 10.000'i de sonra dayanaq. Sonra bəyənməsəydi olar. Minnətdarım, var olun. Artıq aşağıda darvız verirəm. Hər birinizə fərd olaraq ayrılıqda minnətdarım. Suallarınız varsa da yaza bilərsiniz. Polad Mirzəyev. Bir qapıdan digər qapıya zərbə idi bir növ. Bu arada bir əvəz etmədə Bakı Flames adına başlayır. Natiq Kərimov artıq meydandadır. Ayxan əvəzlədi o. Nağıyev. Endirlə zərbə. Polad Mirzəyev. Yaxşı reaksiya verdim. Korner.
Nağıyev. Korner. Geri dəqiqdir. Orxan Ağazadə. Atiq Kərimov toxuna bilmədi Hidayət. Kəmlədə mənimsəməyi bacardı. Elşənal Məmmədov. İlqarla oyladı kapitan Əliyev ram edə bilmir. Kənara girdi Nağıyev. Kör nöqtədir. Artıq baxış bucağını itirdi və daha sonra da top meydan tərk etmişdi. Qeyri-etik ifadə. Fəqən Kərimov vərəqə ilə yaxınlaşacaq. Sarı vərəqə Nağıyevə göstərilir. Qeyri-etik ifadə yol verilməzdi. Aktivində qol, pasivinə də sarı vərəqə yazıldı. Nihat Yusifzadə. Hidayət top meydanda saxlama bacarır. Əkbərov. Nağıyev. Nəriman Məmmədov. İlqar Əliyev təzyiq etməklə etməmək arasında fikir ayrılığı yaşayır. İndi təzyiqə səy göstərdi Mirzəyev. Var olun beynənlər 5200 artıq. Bir şey qalmıyor bir qədər də təkan 10 minədən sonra dayanıb. Var olun minnətdarım. Sərxan Zülfüqarov. Təzyiq var. Zülfüqarov. Ola bir qədər oynadı Nəriman Məmmədov, Sərxan Zülfüqarov. Sərxanın zərbəsi öz komandalaşına dəymişdi. Atiq Kərimov. Meydan tərk etməyib, davam etmək lazımdır. Nəriman Məmmədov. Elçin Abdullayevin müdaxiləsi var idi Sərxan. Sol ayaqla zərbə indirəcək. İndirməsə yaxşı olardı. Çox da uğurlu alınmadı. Nağıyev. Taban ötürməsi. Nihat. Səmti dəyişir. Orxan, Sərxan. Bir kasayla ne oynamışsan sen? Bir kasayla ne oynamışsın? Nihat. Tirveli ilə diaqalla doğru ötürmə vermək alınmadı. Orxan Ağazadə. Orxan. Yayındı rəqibinə ötürmə zərbə. Nəriman Məmmədov. Yine nəticə hasil olmur. Sen de top saklamaktan Nağıyev. Orxan Ağazadə. Sərbəst zərbədir. Ayağını yüksəyə qaldırmışdı. Bu arada Strafor kəsim heyətində vəziyyətmə Kazım Hacızadə meydana daxil olur. Orxan Dadaşova vəzlədi. Elçin. Orxana zərbədə keçidi verilmir. Bu da isə Atiq Kərimova qarşı qayda pozuldu. Elçin topu yenidən elə keçirmək istədiyi əsnada qaydanı pozmuşdu. 6500 artıq ekran bəyənməmiz minnətdarım var olun. Son 3500 bəyənmə 10 minədən sonra dayanaq. Fəqən Kərimov alt deyə qeyd edir. Nəriman. Hidayət Əkbərov. Yarışda artıq 20-ci dəqiqə oynanırlar. İlk hissədə 5 dəqiqə yaxın bir müddət qalıb. Görə qalan vaxt ərzində hesabda dəyişiklik olacaqmı? İlqar Əliyev. Orxan rəqibini təqib edir. İlqar. Görə nə edəcək? Hidayət Əkbərov. Al Məmmədov. Orxan, sakin. Out. Kenan Nağıyev.
Orxan var önündə. Kənan Nağıyev. Nağıyev. Yerlə zərbə keçmədi. Polad Mirzayev. Qapıdan zərbə ilə top oyuna daxil etməlidir. Qısa ötürmə Orxan Ağazadə, Zinatan Niyad və Sərxan özünü təklif edir. Natiq Kərimov da bir qədər geri qayıtdı. Sərxan Zülfiqarov. Nəriman. Divar pası istəyir sanki. Zülfiqarov diaqonala doğru. Yaxşı düşünmüşdü sadəcə. Bir qədər izafi gücdən istifadə etdi sanki. Al Məmmədov. Polad Mirzayev yumruqladı. Orada Nağıyevlə toqquşur. Kənan Nağıyev yerdə qaldı indi. Kənan aktivində qol, passivində sarı vərəqə var. Görüşdə hesabı açmışdı qapının kilidini. O görmüşdü. Minnətlərim ekranınızı bəyənənlər var. Onun aşağıda darınızı görəm. Bir şey qalmayıb artıq 7500 ekran bəyənməsi 10.000 edib. Daha sonra dayana bilərik. Təbii ki, suallarınız olduqca da yaza bilərsiniz. Mən də fasilələrdə, boşluqlarda çalışıram ki, hər birini cavablandırım. Orxan, Sərxan Zülfiqarov. Ayağa bir müdaxilə vardı Kənan Nağıyev. Çobuqluqla yadda qalıb. İkinci sarı qırmızı vərəqə. Vara baxılacaq. Referi vara baxdı, qərarın üzərində durur. Qərarında qətidir. Məhz Kənan Nağıyevin ikinci sarısıydı bu. 2 qırmızı vərəqələ meydanı tərk edir. Sərxan Zülfiqarova qarşı bir qədər köntöv davranışla yada qaldı. Bir qol, 2 sarı vərəqə bütün dəqiqələr ərzində meydanı tərk edir. Topsun barkı yok, açık ayağı, boyu zorunmayan deyirəm. Ən azı 5 dəqiqə, bu da ilk hissənin bitməsi deməkdir. Yəni ikinci hissədə komandalar tam heyətlə mübarizə aparacaq. Birbaşa qapıya zərbə ola bilər. 2 nəfər ibarət canlı sədd var. Məsələ canlı səddədəydi. Abdullayev. İlk hissənin sonuna qədər bir nəfər hazırlıqda davam etməlidirlər. Hətta ilk hissə bitdi, artıq Fəqan Kərimov ilk hissəni bitirdi. Komandalar fasilə bir-birlik bərabərlə yollanırlar. Heç yer ayrılmır, fasilədən sonra yenidən bir yerdəyik.